Salam, bugün səninlə birlikdə çox fundamental bir mövzuya toxunacağıq. Bəlkə də bütün mövzuların anasına. Elədir, hekayələrə. Bələdçimiz isə The Literature Book adlı bir kitab olacaq və biz onunla 4000 illik bir səyahətə çıxacağıq. Bəli. Məqsədimiz də sadədir. Anlamaq ki, hekayə danışma sənəti necə dəyişib. Yəni, bizi tanrılarla döyüşən Gilgameşdən öz zehninin dəhlizlərində azan müasir insana gətirən yol hansıydı? Tamamilə doğru. Və bu sadəcə kitabların hekayəsi deyil. Bu həm də bizim, yəni bəşəriyyətin özünü anlama hekayəsidir. Necə yəni? Yəni, hekayə formaları dəyişəndə əslində onları yaradan mədəliyyətlər, qorxular, arzular, hər şey dəyişir. Aydındır. Gəl elə isə ən başdan başlayaq. Yəni, yazılı ilk hekayələrdən. Mesopotamiyadan. Təxminən 4000 il əvvəl. Gilgameş dastanı. Çoxumuz bunu yəqin ki, bir qəhrəmanlıq hekayəsi kimi bilirik. Canavarlar, döyüşlər filan. Amma məsələ ondan qat-qat dərindir. Mənbə də bunu vurğulayır. Əsas mövzular dostluq, itki, ölümsüzlük axtarışı. Bəli, o ölümsüzlük axtarışı, Gilgameşin dostu Enkidunun ölümündən sonra o axtarışa çıxması, bu hamımıza tanış olan bir hissdir. Və burada çox maraqlı bir texniki detal var. Niyə bu ilk mətnlər, yəni Gilgameş olsun, sonra Homerin dastanları olsun, nəsr yox, şeir şəklindədir? Hə, bu maraqlıdır. Niyə? Bu təsadüfi deyil. Çünki bu mətnlər yazıya köçürülməzdən əvvəl yüzillərlə şifahi şəkildə nəsildən nəslə ötürülüb. Yəni, yadda saxlamaq üçün. Dəqiq. Qafiyə, ritim, təkrarlar, bunlar hekayəni yadda saxlamağı asanlaşdırırdı. O dövrün mnemonik texnikası idi demək olar. Deməli, hekayə həm də bir yaddaş texnologiyası idi. Buradan da gəlirik qədim Yunanistana, onlar da bu mövzularla maraqlanırdılar, amma deyəsən bunu başqa bir səviyyəyə qaldırdılar. Homerin İlyadasında artıq qəhrəmanlıq anlayışı biraz mürəkkəbləşir. Bəli, iki fərqli tip görürük. Bir tərəfdə Akilles var, şəxsi şöhrət üçün hər şeyi riskə atır. Digər tərəfdə isə Hektor. Ailəsini, şəhərini, yəni borc hissini hər şeydən üstün tutur. Amma əsl inqilab məncə teatrda olur, düzdürmü? Mütləq, Sofokl çar edib. Bax, burada hekayəçilik tamamilə yeni bir səviyyəyə çıxır. O məşhur faciəvi istehza məsələsi. Yəni, sən tamaşaçı, faciənin sonunu əvvəldən bilirsən. Amma personajın özü bilmir, o özü bundan xəbərsizdir. Gözə bir dəqiqə, bu inanılmaz dərəcədə gərgin bir təcrübə olmalıdır. Yəni, sən onun addım-addım öz fəlakətinə doğru getdiyini izləyirsən və heç nə edə bilmirsən. Tam olaraq, sən ki qəza anını yavaşladılmış kadrda izləyirsən. Bax, bu psixoloji dərinlikdir. İlk dəfə söhbət təkcə xarici hadisələrdən getmir, insanın daxili aləmindən gedir. Bu bəlkə də psixoloji trillerin ilk nümunəsidir. Demək olar, bəli. Yaxşı, indi gələk məni bu mənbədə ən çox təəccübləndirən fakta. Mən, yəqin ki, çoxları kimi romanın Avropada yarandığını düşünürdüm. Çoxları elə düşünür. Amma yox. Kitab deyir ki, dünyanın ilk romanı 11-ci əsrdə Yaponiyada yazılıb. Murasaki Shikubo adlı bir saray xanımı tərəfindən. Gencinin hekayəsi. Və o əsərin o dövr üçün bu qədər müasir səslənməsinin səbəbi hadisələrə deyil, personajların daxili dünyasına fokuslanmasıdır. Yəni, gencinin hissləri, peşmançılıqları, arzuları. Bəli, bu da bizə onu göstərir ki, ədəbiyyatın inkişafı belə düz xət üzrə getməyib. Yəni, təkcə qərb mərkəzli deyil. Elə həmin dövrlərdə ərəb dünyasında da tamam fərqli bir yenilik baş verir. 1001 gecə. Bəli, o məşhur çərçivə hekayə texnikası. Yəni, bir hekayənin içində başqa hekayə var. Bu sadəcə texniki bir üslubdur, yoxsa bunun daha dərin bir mənası var? Yox, qətiyyən sadəcə üslub deyil. Bu hekayənin gücünü göstərən bir metafordur. Gəl düşünək, Şəhrizad niyə hekayə danışır? Həyatda qalmaq üçün. Dəqiq. Hər hekayə ona bir gün daha yaşamaq imkanı verir. Buradakı əsas hekayə, yəni o çərçivə, İçərdəki bütün nağıllara ölüm-qalım əhəmiyyəti qazandırır. Sanki bizə bir mesaj ötürür, hekayələr həyatımızı xilas edə bilər. Bəli, onlar reallığı dəyişdirmək gücünə malikdir. Bu çox maraqlıdır. Avropaya qayıtsaq, romanın yüksəlişi bir qədər fərqli gedir. Orta əsrlərdə, nə bilim, cəngavər hekayələri, əjdahalar, Sehirli qılınclar. Və sonra Cervantes gəlir və Don Quixote'la sanki bütün bu ənənəyə gülür. Kitablardan o qədər oxuyur ki, reallıq hissini itirir.
Həm gülür, həm də bunu edərkən istəmədən də olsa ilk müasir romanı yaradır. Niyə? Niyə? Çünki Don Kixot ideallar dünyasında yaşamaq istəyir. Amma onun silah daşıyanı Sancho Pansa onu daim reallığa qaytarır. Yemək, yatmaq, pul qazanmaq lazımdır. Bəli, bu idealizm və reallığın toqquşmasıdır. Və bu müasir romanın əsas mövzularından biridir. Fərdin daxili dünyası ilə xarici dünyanın toqquşması. Buradan da gəlirik 18-ci əsrə. Roman artıq əsas janra çevrilir. Mənbə burada Daniel Defoe'nun Robinson Crusoe'sunu xüsusi qeyd edir. Onu fərqli edən nə idi? Bax, onu fərqli edən şey o dövrün tələbi idi. Orta təbəqə yüksəlirdi, savadlılıq artırdı və insanlar artıq kralların deyil, özləri kimi adi insanların hekayələrini oxumaq istəyirdilər. Dəqiq və Defoe'nun dahilliyi də hekayəni uydurma avtobiografiya kimi təqdim etməsində idi. Sanki bu Robinsonun öz gündəliyidir. Yəni oxucu tam inansın deyə hər şey detallı təsvir edir. Bu realizmin başlanğıcı idi deməli. Tam olaraq, hekayə artıq möcüzəvi deyil, inandırıcı olmalıydı. 19-cu əsrdə isə bu realizm daha da dərinləşir. Viktoriya dövrü yazıçıları, məsələn Charles Dickens, romanı bir növ sosial güzgüyə çevirirlər. Sənaye inqilabının yaratdığı problemlər, yoxsulluq. Amma 20-ci əsrə gələndə sanki bütün qaydalar pozulur, hər şey partlayır. Nə baş verdi? Dünya müharibələri, Freudin psixoanaliz nəzəriyyəsi, texnologiyanın sürətli inkişafı. Bütün bunlar köhlə dünyaya olan inamı sarsdı. İnsanlar anladılar ki, dünya heç də məntiqli və nizamlı bir yer deyil. Və bu da ədəbiyyata təsir etdi. Mütləq. Modernist yazıçılar düşündülər ki, əgər xarici dünya bu qədər xaotik və mənasızdırsa, o zaman dəqiq təsvir edilə biləcək yeganə reallıq insanın daxili dünyasıdır, onun şuurudur. Yəni, bu sadəcə bir üslub seçimi deyildi. Bu, dünyanın artıq mənasını itirdiyi bir dövrə verilən cavab idi. Hər xatirə, hər assosiasiya, hamısı qələmə alınır. O məşhur şuur axını texnikası. Artıq səliqəli cümlələr, məntiqli sujet yoxdur. Yoxdur. Hər şey insanın zehnində olduğu kimi qarışıqdır. Və ya Franz Kafka'nın çevrilmə hekayəsini düşün. Bir səhər yuxudan oyanıb özünü nəhəng bir böcəyə çevrilmiş görən Gregor Samsa. Bax bu, müasir insanın öz ailəsinə, işinə, cəmiyyətə olan yadlaşmasının absurdluğun ən güclü metaforasıdır. Bütün bunlar çox məntiqlidir. Amma sonra postmodernizm gəlir və sanki hər şeyi bir daha alt-üst edir. Mənbədə deyilir ki, postmodernizm dövründə hekayə özü-özünü dərk etməyə başlayır. Bu nə deməkdir? Gəl belə bir bənzətmə edək. Əsrlər boyu hekayələr uydurma bir dünyaya açılan şəffaf bir pəncərə olmağa çalışıb. Sən o pəncərədən baxıb hekayəni izləyirsən və pəncərənin özünü unudursan. Yəni illüziyaya qapılırsan. Bəli. Postmodernizm isə yazıçının qəflətən o pəncərənin üzərinə şəkil çəkməsi kimidir. O sənə xatırladır ki, hey, sən şüşədən baxırsan. Bu real deyil. Yəni onlar artıq hekayənin uydurma olduğunu gizlətmirlər. Əksinə bunu hekayənin bir parçasına çevirirlər. Dəqiq. Və bunu edərək oxucunu hekayənin iştirakçısına çevirirlər. Bunun ən mükəmməl nümunəsi məncə Italo Calvino'nun Əgər bir qış gecəsi səyyah romanıdır. Necə yəni? Kitab birbaşa sənə, yəni oxucuya müraciət edərək başlayır. Sən Italo Calvino'nun yeni romanını oxumağa başlayırsan. İnanılmazdır. Deməli, romanın baş qəhrəmanı sənsən. Sənsən, bəri. Sən kitabı oxumağa çalışırsan, amma hər dəfə fərqli bir hekayənin içində olduğun ortaya çıxır və sən əsl kitabı axtarmağa başlayırsan. Hekayə artıq izlədiyin bir şey deyil, müəlliflə sənin aranda oynanılan bir oyundur. Vay canına! Beləliklə tanrılarla döyüşən, ölümsüzlük axtaran qəhrəmanlardan başladıq. Oradan taleyi ilə üzləşən faciəvi personajlara keçdik. Sonra özləri kimi adi insanların həyatını oxuyan oxuculara, daha sonra isə personajların xaotik daxili dünyasına səyahətə çıxdıq. Və sonda elə bir nöqtəyə gəldik ki, hekayə özünün bir hekayə olduğunu anladı və hətta səni də öz içinə çəkdi. 4000 illik çox uzun bir yol oldu. Bəli, və bu mənbə bizə göstərir ki, bu uzun yol əslində hekayə ilə oxucu arasındakı məsafənin qısalması hekayəsidir. Necə? Əvvəlcə dinləyici idin, sonra tamaşaçı oldun, sonra oxucu oldun, sonda isə özün personaja çevrildin. Hekayə danışma sənəti daim səni hekayəyə daha da yaxınlaşdırmağa çalışıb. Bu, bütün müzakirəmizi çox gözəl ümumiləşdirir.
İndi ki hekayələrin səni birbaşa süjetə daxil edəcək qədər inkişaf etdiyini gördün, bir anlıq düşün, növbəti addım nə olacaq? Hə, İnteraktiv video oyunların, virtual reallığın və hətta süni intellektin öz hekayələrini yaratdığı bir dövrdə yaşayarıq. Səncə, hekayələri danışma və təcrübədən keçirmə üsulumuz bir daha necə transformasiya edəcək? hekayənin növbəti 4000 ili necə olacaq? Məncə, bu barədə düşünməyə dəyər.